Olar naçenlik. Gel görüm. Salam aleyküm. Salam. Kimin uşağıydı onlar? Biri Bığ Kərimin oğludur. O biri də Zərgər Qəfarın oğludur. Bugün sizə Azərbaycan kinosunun müstəqillik dövründə çəkilmiş ən sevilən filmlərindən biri olan Yuxu filmi haqqında çoxlarının bilmədiyi maraqlı faktlardan danışacağıq. Bu filmin çəkilişləri zamanı nələr baş verib, hansı səhnələr real hadisələrdən ilham alıb, aktyorlar arasında hansı maraqlı anlar yaşanıb, bütün bunları bu videoda öyrənəcəksiniz. Hazırsınızsa başlayaq. Deyəsən Zərgər Qafar yaman piylənib. Bəli naçenlik, o 3 ay ki tamamilə piylənib. Ona görə də oğlu qudurub. Səncə adam piylənəndə neyniyərlər? Başa düşün naçenlik, onun piyindən götürmək lazımdır. Ay sağ ol. Get işinlə məşğul ol. Müstəqillik illərində çəkilmiş və bu gün də böyük sevgi ilə izlənilən filmlərdən biri də Yuxu filmidir. Aradan uzun illər keçməsinə baxmayaraq, bu ekran əsəri hələ də tamaşaçıların yaddaşında öz xüsusi yerini qoruyur. Filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifləri isə Qasım Səfəroğlu və Fikrət Əliyevdir. Filmdə baş verən hadisələr Abşeronda cərəyan edir. Çəkilişlər zamanı isə Buzovna qəsəbəsinin sakinləri yaradıcı heyətə yaxından kömək göstəriblər və filmin ərsəyə gəlməsində onların da böyük zəhməti olub. Filmdə Hidayət dayı obrazını canlandıran xalq artisti Gündüz Abbasov üçün Yuxu kino sahəsində son iş oldu. O, bu filmdən sonra artıq ekranlara qayıtmadı və Yuxu onun kino irsinin son səhifəsinə çevrildi. Kim? Sən? Nəçənlik ərin? O qol zorlu oğlun Akif. Axı neynəmişdi o yetim sizə, hə? Bu nədən Şuray başıma dönüb? Nə üçün bilmirsən? Güya xəbərin yoxdur. Güya bilmirsən ki, sən o igid balan yazıq Əlabbası batırıb dənizdə. Heç eybi yoxdur. Allah özü verər bəlozu. Bu nə danışır? Akif? Hemen ne oldu Arap'tan? Ana Vasya, niye denizden çıktın? Şey yoktu da. Aşı neceli yoktu. Vallahi Kurbanım yok. git bir bayakını altına da bak yine. Vasya, saat onca gel bir de Nereye bakalım. inanmışsan sen bu? Filmin çəkilişlərinə 1993-cü ildə başlanılıb. Lakin işlər planlaşdırıldığı kimi davam etməyib. Filmin maliyyəsini təmin edən şəxs müflis olduqdan sonra çəkilişlər yarımçıq qalıb və layihə uzun müddət dayandırılıb. İllərlə taleyi naməlum qalan Yuxu filmi yalnız 2001-ci ildə tamamlanaraq tamaşaçılara təqdim edilib. Beləliklə, filmin ərsəyə gəlməsi düz 8 il çəkib. Filmdə Azərbaycanın ən sevilən aktyorları rol alıblar. Baş rolları Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva, İlham Qasımov, Ayan Mirqasımova və digər tanınmış sənətkarlar ifa ediblər. Maraqlı faktlardan biri də odur ki, filmdə Əli Abbas obrazını canlandıran aktyorun səsini əslində Ramiz Əzizbəyli səsləndirib. Bundan başqa, kiçik bir epizodda Nəsibə Zeynalovanın səsini isə Qorxmaz Əlili dublyaj edib. Filmin ən yadda qalan səhnələrindən biri olan Əli Abbasın gördüyü yuxu isə əslində uydurma deyil. Bu hadisə real həyatda baş verib. Aktyor Şamil Süleymanov bir gecə yuxusunda sevdiyi qızı qaçırdığını görür. Nənəsi bunu eşidəndə onu yüngülcə danlayıb və hətta cəzalandırıb. Şamil Süleymanov bu maraqlı əhvalatı rejissor Fikrət Əliyevə danışdıqdan sonra həmin hadisə filmin əsas sujet xəttinə çevrilib. Necə də yaraşırlar bir-birlərinə maşallah. Əlabbas! Əlabbas!
Filmin çəkilişləri zamanı maraqlı hadisələrdən biri də Yaşar Nuri ilə Nəsibə Zeynalova arasında yaşanıb. Senariyə görə Yaşar Nurinin canlandırdığı obraz Nəsibə Zeynalovanın yolunu kəsməli idi. Ancaq Nəsibə xanım buna etiraz edib. O deyib, buzovnada heç kim ağbirçək qadının qarşısını kəsə bilməz. Rejissor əvvəlcə bununla razılaşmasa da, Nəsibə Zeynalova öz bildiyini edib və səhnəni fərqli şəkildə oynayıb. Filmdə Nəsibə Zeynalovanın katibəyə dediyi məşhur "itil o yana, kəkilli fərə" sözləri də ssenaridə olmayıb. Bu ifadə tamamilə aktrisanın improvizəsi idi. Məhz bu improvizə sonradan filmin ən yadda qalan və dillər əzbəri olan səhnələrindən birinə çevrildi. Olmaz ay xala. İtil yana, kekilli fərə. Kekil deyirəm sənə. Biz deyir o ilə zarafat eləyirdik. Baş vurdu suya, yoxa çıxdı. Gözlədik, çıxmadı. Biz də gəldik evə. İndi sən Allah ailəsinə bacı. Bizi rüsva eləmə. Bahar yazıqda dənizdən gələni ağlayır. Qardaşı üçün qorxur da, cavan qızdır. Xiffət eləyər. Dərd eləyər özünə. Məsmə ana, bizim uşağın günahı yoxdur. Yaxşı daha. Çıxın gedin. Allah eləsin tapılsın. İnşallah sağ-salamat gəlib çıxsın. Hə? Lap bax belə toyunda oynayaq. Yox əgər Allah eləməsin, qulaqlara qurğuşun. Gəlib çıxmasa, bax nə kömək lazım olsa, biz hazır. Ətindən, yağından, düyüsündən, çayından, düyüsündən, eylavətindən nə desən. Oldu Məsmə ana, oldu. Çox Allah köməyin olsun. Filmin ilk nümayiş günü isə duyğulandıran bir hadisə yaşanıb. Nəsibə Zeynalova həmin gün yaradıcı heyətə üz tutaraq belə deyib. O gün olsun, 30 il sonra yenə hamımız bir yerə yığışaq və bu filmə birlikdə baxaq. Amma birdən o gün vaxtım olmasa, gələ bilməsəm, məni bağışlayın. Bu sözləri eşidənlərin çoxu bunu sadəcə zarafat kimi qəbul etmişdi. Lakin illər sonra həmin cümlələr sanki böyük sənətkarın tamaşaçılara və dostlarına ünvanladığı kövrək bir vida mesajı kimi xatırlandı. Azərbaycan kinosunun unudulmaz filmləri və əfsanəvi sənətkarları haqqında daha çox belə maraqlı faktlar öyrənmək istəyirsinizsə, kanalımıza abunə olun və bildiriş zəngini aktivləşdirin. Dəstəyiniz bizim üçün çox dəyərlidir. Növbəti videoda görüşənədək. Özünüzə yaxşı baxın.